IELTS Speaking Part 0 IELTS danışıq dərsi Question 4 4-cü sual. Salamlama mərhələsində imtahan götürən səndən bu sualı soruşa bilər. Could I see your identification please? Mən sənin şəxsiyyət vəsiqəni görə bilərəmmi? Identification şəxsiyyət vəsiqəsi deməkdir. Qısa formada ID yazılır. Yəni biz deyə bilərik ki, could I see your ID please? Mən sənin şəxsiyyət vəsiqəni görə bilərəm. Və yaxud başqa formada soruşa bilər ki, can you show me your identification please? Eyni mənanı verir. Sən mənə şəxsiyyət vəsiqəni göstərə bilərsən. Üç cür cavab verə bilərik. Here you are, buyurun və yaxud deyə bilərik ki, sure, here you are, əlbəttə buyurun və yaxud deyirik ki, of course, here it is, əlbəttə buyurun. Bu suala biz cavab vermədən də şəxsiyyət vəsiqəni göstərə bilərik, amma daha yaxşı biz onlara bu qısa cavablardan cavab verə bilərik.